Herkese salam. Bugün size 11 yanvar 2026 il tarixində keçirilmiş OTK-nın 5-ci nömrəsinin 9-cu sinifdən dil qaydaları ilə bağlı testlərə baxacağıq. Gəlin sizlə birlikdə ikinci və üçüncü test tapşırığını nəzərdən keçirək. İkinci test tapşırığında hansı cümlənin tərkibində israf sözünün antonimi işlənməmişdir deyir. Çox diqqətlə sualı nəzərdən keçirməliyik. Çünki işlənməmişdir deyir burada. Bəzən uşaqlar diqqətli olmaya bilirlər. Gəlin variantları nəzərdən keçirək. Söhbət israf sözündən gedir. Həmən sözün antonimi işlənməmişdir deyir. Yəni əksi. Gəlin birinci B variantından başlayaq. Bitib tükənməyən sərvət qənaətdir. Bəli, burada israf sözünün tam əksi, yəni antonimi qənaət sözüdür. B variantında antonimi işlənib. C variantı. Qənaətin qədrini bilməyən heç nə edə bilməz. Burada da israf sözünün antonimi olan qənaət sözü işlənmişdir. Bizə işlənməyən variant gərəkdir. D variantı. Qənaət dövlətli olmaq deməkdir. Burada da israf sözünün antonimi qənaət işlənib. E variantı. Kim qənaətə riayət edirsə yoxsul olmaz. Burada da israf sözünün antonimi işlənmişdir. Gəlin qaydaq A variantına baxaq. Varlı olmaq yox, qənaətçil olmaq əhəmiyyətlidir. Burada uşaqlar biz bilirik ki, antonim sözlərdə məhz məna tayları da antonim özü hansı nitq səsidirsə, məhz məna tayları da həmin nitq səsi olmalıdır. Burada israf sözü isimdir. İsim olduğu üçün antonim məna tayı da isim olmalıdır. Bəli, A variantında qənaətçil olmaq ifadəsi işlənsə də, məhz bu ifadə israf sözünün antonimi deyil. Çünki qənaətçil olmaq nitq səsi cəhətdən məhz feildir. Mürəkkəb feildir və ismin də antonimi mürəkkəb feil ola bilməz. Çünki antonimlər mütləq eyni nitq səsinə aid olmalıdırlar. Bu səbəbdən də doğru cavab variantımız məhz burada olacaqdır. A variantı mümkün, doğru, ən doğru cavabımız məhz A-dır. Çünki A variantında verilən qənaətçil olmaq sözü israf sözünün antonimi deyil. Bu səbəbdən də doğru cavab A-dır.